2014-cü il 23 may. Kaliforniyanın Isla Vista şəhərində 22 yaşlı Elliot Rodger dəhşətli qətliam törədir. Əvvəlcə yaşadığı mənzildə 3 qonşusunu bıçaqlayaraq öldürür. Sonra qadın yataqxanası önünə gedərək 2 tələbə qızı güllələyir. Daha sonra Deli Mart adlı mağazada bir gənci qətlə yetirir. Maşına minib küçədə insanlara atəş açır, bəzilərini avtomobillə vurur və nəhayət özünü öldürür. 6 nəfər ölür, 14 nəfər yaralanır. Bir gün əvvəl 137 səhifəlik manifest və qisas günü adlı video yayımlayır. Motivləri: qadınlara qarşı nifrət, cəmiyyətə qarşı kin və sosial təcrid. Rodger özünü ilk dəfə incel yəni istəmədən subay qalmış kişilərin radikal qrupu ilə əlaqələndirən cinayətkar kimi tanıdır. Bu hadisə internetdə kişilərin radikallaşması və zorakı ideologiyaların yayılması ilə bağlı narahatlıqları artırır.